Adınız, soyadınız, atanızın adı. Pərviz Məmmədov Eldaroğlu. Oğlunuzun meyxana deməyini istəyərdinizmi? Xeyr. Meyxanada da batıl olurmu? Olur. Rəşad Dağlını özünüzə nə bilirsiniz? Dost, qardaş. Meyxana üçün hansı xarici ölkələrə getmisiniz? Moskvada olmuşam da, yəni ölkədən xaric, orada xaric demək olar. Qılınc yarası sağalmaz, yoxsa söz yarası? Söz yarası sağalmaz. Bunu neymiş, mən bunu atalardım. Söz ilə sağaltmadığınız varmı? Söz ilə yaraladığım var. Amma sağalmaq istəyən müraciət edə bilər. Sizi dinləyənlərlə nə dərəcədə səmimisiniz? Onlar məni nə dərəcədə səmimi dinləyirlərsə, mən də onlarla o dərəcədə səmimiyim. Sizin meyxanalarınızı əzbərləyib başqa yerdə deyənlərə sözləriniz. Halal xoşlarım. Bir gün olubmu ki, meydanda sözünüz qutarır? Yox, olmuyor belə. Həvəsim olmaz. Yəni o əhval-ruhiyyədə olmaram, nəsə deməyə həvəsim olmaz, amma söz qutarmaz. Namiq Qaraçuxurlu, Pərviz Bülbülə mənim davamçımdır cümləsini vurğulamışdı. Bu barədə fikirləriniz? Bu fikri başqa yerə yönləndirmək mənə elə gəlir o dərəcədə düz olmaz. Yəni Namiq Qaraçuxurlu fikrinə hörmətlə yanaşıram. Mən bilirəm o hansı fikirlə deyib, hansı niyyətlə deyib. Amma belə də Namiq çox gözəl və qəşəng sənətkardır. Öz sözünü deyən sənətkardır. O heç bir işini yarıda qoymayıb ki, mən onun işini davam edim. Pərviz Bülbülənin öz dəsti xətti var. Deyilənə görə toyunuzda ancaq kişilər olub. Bəs niyə? Çünki kişi belə qərar verir. 4 dəfə deyərək hər kəsə şoka saldınız. Bəs 5-ci olsa necə? Radara salardım. Başa salar. 5-ci olsaydı başa salardım. Dedilərim gələr sənin gözündən, narazıyam Rəşad sənin sözündən. Sən bu qədər razı qalma özündən, səni də yandıraram cızlağa qalsa, səni də yandıraram cızlağa qalsa. Durursan sən ayağa bax neyniyirsən, bizlərinlə qarışıb qəyniyirsən. Rəşad sən özbə akula deyirsən, mən keçirdiciyəm qırmağa qalsa, mən keçirdiciyəm qırmağa qalsa. Mən bilmirəm sən nə fikirləşmisən, Ələkbərlə boyanda birləşmisən. Yenə də nə var da şeydən eşmisən, məndən soruş ki inan yarpağa qalsa. Gəl səninlə elə deyərəm meyxana, hər ikimizi bağlayaram yan yana. İndi sizinlə birdiyim meyxana, mən sizinlə elə deyərəm meyxana. Qaranı da pozlayam laf ağa qalsa. Beşincini də söyləyirəm, salıbdır alqaşlar araq davası, davam eyləyir qara. Başınıza gələn hansı əhvalatı unutmamaq olmaz? Bu mən elə gəlir, mənim şəxsi həyatımda baş verən əhvalatlar olar. Onu da heç efir vasitəsilə deməyə mən özümə məsləhət bilmirəm, qərar vermirəm. Çünki şəxsi həyatımda baş verən əhvalatlar olub ki, unutmamaq olmaz. Amma belə göz qabağında sənətimlə bağlı elə bir şey olmuyor. Keçmişdə hansı meyxana ustadına baxıb ondan ilham almışsınız? Məşəd Baba, Allah rəhmət eləsin. Elçin, Allah rəhmət eləsin. Və indikiləri də Allah can sağlığı versin. Kərim, Ağa Mirzə, Vüqar. Bu 5 nəfərə. Dini meyxanaya üstünlük verirsiniz, yoxsa kriminal meyxanaya? Meyxanaya. Toya 4 gün qalmışdı ki, nənəniz 1 aprel günü rəhmətə getdi. Böyüklər nə düşündü ki, toy oldu? Bizdə böyüklər məsləhət görəndə kiçiklər əməl eləyirlər, müdaxilə yox. At məsləhətlidir, yoxsa eşək? Taksi daha sərfəlidir. Pərviz Bülbülə 5 saatda 600 manata toya gedir. Pərviz Bülbülənin bu günləri müəyyən bir qiyməti yoxdur. Yəni, mən dediyim meyxanaya qiymət qoya bilmərəm 300 manat, 500 manat, 1000 manat. Mən öz sənətimi bu qədər ucuz tuta bilmərəm. O mənə verilən zəhmət haqqıdır, o da meyxananın standart rəqəmi olmadığından hərəyə bir cür qiymət demək olar. Dost var, qardaş var, qohum var, yad adam var. Sizin adınızla sosial şəbəkələrdə profil açanlara ürək sözləriniz. Mən ürək sözlərimi onlara üzbəüz desəydim, daha mənimlə gəlir, məqsəd uyğun olardı, nəinki kamera qarşısında. O hansılar ki, mənim adımdan başqa cür istifadə edirlər. Yəni, mənim adımdan var, profil istifadə edənlər var və bildirirlər ki, onlar mən deyirlər. Sadəcə mənə fanatlıq elib, azarkeşlik elib, mənim şəklimi qoyur, adımı yazır. Amma danışdığı adama bildirir, mən deyiləm.
Onlara mən heç bir şey, çox sağ olsunlar. Amma mənim adımdan sırf cəmaatı aldadanlara mən kadr önündə yox, kameradan kənarda daha başqa şeylər deyərdim, daha başqa şeylər. Peşman olduğunuz addım var? Var. Dərs oxumamağınız nə ilə əlaqədar olur? Meyxanaya olan həvəsimdir. Prioraya pasatka yaraşır? Yığaram bir dostum var, maşın işinə baxır. Onu çəkərsiz ayrıca, ondan soruşarsınız. Hansı dəyişməli verilişlərdə iştirak etmişsiniz? Gəlsin müsabiqəsində iştirak eləmişəm. Aynısı. Atom bombası ilə aranız necədir? Çox uzaqdır, yəni o harda, mən harda. Kilometrlər. Zəfayət üçün fikirləriniz? Mən Zəfayətə nailiyyətlər, uğurlar arzulayıram. Və məndən Gəncə şəhərinə də salam desinlər. Mən buradan Gəncədə olan dostlarıma, qardaşlarıma hamısına salam göndərirəm. Və bu yaxınlarda bir fikrim var ki, gəlim Gəncədə bir eşşək meyxana konserti verək. İnşallah. Musiqili meyxananı ilk dəfə siz demisiniz? Yox. Mən öz dəsti xəttimdə ilk dəfə musiqili meyxana demişəm. Yəni musiqili meyxana bizdən qabaq olub, amma mən elədiyim oldu. Mən bunu ilk dəfə mən eləmişəm, deyə bilərəm. Sizi sevənlərdən xahişiniz? Məni sevənlərə mənim xahişim yox, mənim ancaq çox sağ olun və minnətdarlığım ola bilər. Xahişim mən ola bilər ki, adam sevdiyini incirmək, çox incirməyim mən. Bəyəndiyiniz sual? Birinci sualımız. Adınız, soyadınız, atanızın adı.